Dostlar salam, hər vaxtınız xeyir olsun. Mövzu məchul növ, feilin məchul növü. İngiliscə passive voice adlanır. Bu birinci video. İngilis dilində məlum növdə cümlədə söz sırası budur. Mübtəda xəbər tamamlıq. Tamam mı? Məlum növdə iş görənimiz bəllidir. İşi icra edən kimdir? Mübtəda. Buna subyekt də deyə bilərsiniz. Buna iş görən deyin, işi icra edən deyin. Mübtəda deyin, subyekt deyin, fərqi yoxdur. İşi nəyin üzərində görürsə, o tamamlıq adlanır. Buna obyekt də deyə bilərsiniz. Tamam mı? Okay. İndi bu məlumu məchula çevirmək lazımdır. Məlumu məchula çevirmək üçün mənim feilim təsirli feil olmalıdır. İngiliscə buna transitive verb deyirlər. Yəni tamamlıq tələb eləyən. Kimi, nəyi, kimə, nəyə, suallarına cavab verən cümlə üzvü və s. Suallara cavab verən cümlə üzvü tamamlıqdır. Tamamlığı olan cümlə məchula çevrilə bilir. Təsirsiz feildirsə məchula çevrilə bilmir. Təsirli feildirsə məchula çevrilir. Təsirli feil tamamlığı olan, tamamlıq tələb edən feildir. Təsirsiz feil isə, yəni intransitive verb, bu tamamlıq istəməyən feillərdir. Ölmək, qaçmaq, hoppanmaq. Mən Bakıda yaşayıram. Görürsünüz, tamamlıq yoxdur, tamamlıq tələb eləmir. Amma mən görürəm, söyürəm, döyürəm, vururam, yazıram, oxuyuram, danışıram, nəyi, kimi. Yuyuram, nəyi, tamamlıq tələb elədir. Mübtada, xəbər, tamamlıq. Təsirli feildir və tamamlığı var. Deməli, məchula çevirə bilirəm. O zaman belə bir sual çıxır. Hansı cümlələr məchul növə çevrilir? Təsirli, feil və tamamlığı olanlar. Hansı cümlələr məchula çevrilmir? Təsirsiz feili və tamamlığı olmayanlar. Yəni, xəbəri təsirsiz feildir, tamamlığı da yoxdur. Növbəti. Azərbaycan dilində məchulun düsturu, yəni xəbərin, feilin düsturu, feilə üstəgəl məchul növün şəkilçiləri, üstəgəl zaman şəkilçiləri. İngilis dilində isə to be-nin forması üstəgəl təsirli feilimizin, yəni məlumdan məchula çevirdiyimiz təsirli feilin üçüncü forması. Bu üçüncü formanı siz PP2 adlandıra bilərsiniz, past participle adlandıra bilərsiniz, feil sifət 2 adlandıra bilərsiniz, keyf sizindir. Participle 2 adlandıra bilərsiniz. Ən rahatı feilin üçüncü forması. Məsələn, speak, spoke, spoken. Bizə spoken lazımdır. Write, wrote, written. Bizə written lazımdır. To be-nin forması, üstəgəl feilin üçüncü forması. Bu ikisi də eyni anda olacaq. İkisindən biri yoxdursa, bu cümlə məchul növdə deyil. Deməli, burada bizə lazım olan to be-nin formalarını əzbər bilməkdir. İndiki zamanda to be-nin formalar əmizar, keçmişdə was, were, gələcəkdə will be, keçmişə nəzər gələcək would be, indiki bitmiş have been, has been, keçmiş bitmiş had been, indiki davam edici əmizar, being, feil üçüncü forması, feil üçüncü forması lazımdır. Əmizar being, keçmiş davam edici was, were, being. İndi arkadaşlar, məlumu məchula çevirək. Bu cümlə məlum növdədir. Bu cümlə isə həmin cümlənin, yəni məlumun məchuludur. Çevirmişik artıq. Əli göndərir məktubu. Mübtada, xəbər, tamamlıq. Məlum növü məchul növə çevirəndə məlumun tamamlığı məchulun mübtədası olmalıdır. Ola bilər yox. Olmalıdır. Olmasa səhvdir. Buradan belə çıxır ki, məlumun mübtədası, iş görəni, subyekti məchulun mübtədası ola bilmir. Olsa avtomatik o variant səhvdir. Bəs məlumun mübtədası məchulda nə ola bilər? Bax, olmalıdır yox. Ola bilər, ancaq tamamlıq ola bilər. Tamamlıq olması üçün də qabağında bay verməlisiniz. Bay verməsən, səhvdir. Məlumun mübtədasını gətir məchulda ver, qabağında bay yoxsa bu avtomatik səhvdir. Ya da
Məlumun mübtədasını hələ vermirəm. Məhsulda bay vermişəm. Baydan sonra mütləq məlumun iş görəni, subyekti və yaxud mübtədasını verməlisən. Verməsən, yenə səhvdir. İndi arkadaşlar, diqqətdən qulaq asın. Ya bayla mübtədanı, yəni iş görənimizi eyni anda ver, ya da heç birini vermə. Bizim məhsul növümüz budur. Sadəcə bayı vermək işin kim tərəfindən görüldüyünü göstərmək üçün. Bay tərəfindən deməkdir. Bay Əli, Əli tərəfindən. Məktub göndərilir Əli tərəfindən. Yəni, buradan da belə bir şey çıxdı. Məlumun mübtədası məhsulun ancaq tamamlığı ola bilər. Olması üçün qabağında bay verəcəksiniz. Bay verməsə səhvdir. Bay verdinsə, baydan sonra mütləq məlumun mübtədasını vermək lazımdır. Ya hər ikisini eyni anda ver, ya da heç birini vermə. Biri var, biri yox, avtomatik səhvdir. Məlumun da tamamlığı məhsulun mübtədası olmalıdır. Olmasa səhvdir. Məlumun mübtədası məhsulun mübtədası ola bilməz. Bu qədər net. Yaxşımı? İndi nə edirik? Bu hissəyə gələk. Əsas məsələ odur. Məlum növ hansı zamandadsa, məhsul da eyni zamanda qalır. Zamanımızı göstərən to be-nin formalarıdır. Feil sabitdir. Zaman keçmiş olsa da to be dəyişir. Zaman gələcək olsa to be dəyişir. Zaman davam edici və bitmiş zamanlar olsa yenə to be dəyişir. Amma feilin üçüncü forması stabil qalır. Sabit qalır, dəyişmir. Məlum növ indiki zamanda, indiki sadə zamanda olduğuna görə məhsulda to be indiki zamanda olacaq. Əmizar feilimiz yerindədir. Sadəcə letter üçüncü şəxsin təkindədir. Ona görə is veririk. Amma letters olsaydı is yox, are yazacaqdım. Are sent. Are sent. Deməli, mən burada mübtəda xəbər uzlaşmasına da baxmalıyam. Sent keçmişdə olsaydı, o zaman to be-ni dəyişib nə axtarmalıydım variantdan? Was, were. Sent yenə olduğu kimi qalacaqdı. Letter was istəyir. Amma letters olsaydı, were-i seçəcəkdim. Yenə zamanımızı dəyişək. Gələcəyə ataq. Will send olsa, sən də variantdan gələcəkdə to be axtaracaqsan. Will be sent yenə yerindədir. Feilin üçüncü forması. Bitmiş. Davam ediciləri sonra baxacaq. Deyək ki, indiki bitmiş. Has, have üstəcə feilin üçüncü forması. Onda variantda nə axtarıq? Yenə indiki bitmiş axtaracaq. Have, has, been. Çünki indiki bitmişdə to be-nin formaları have been ya da has been-dir. Üstəcə feilin üçüncü forması. Görsən, feil dəyişmir. Feil həmişə sabitdir. Üçüncü forma sağ. Əgər letters olsaydı cəmdə, have seçəcəkdin. Letter təkdə olduğuna görə has seçirsən burada. Bəs burada had olsaydı keçmiş bitmiş, onda heç nə. Yenə variantdan had axtaracaqdın. Had been. Deməli, indiki zamanda to be-nin formaları əmzar, keçmişdə was were, gələcəkdə will be, gələcəyin keçmişi would be, indiki bitmiş have been, has been, keçmiş bitmiş had been. Bəs müəllim davam edici zamanlar? Ola basat. Yoxlayaq. Ali is sending. Sendin üçüncü forması yerindədir. İndiki zaman olduğuna görə to be indiki zamanda axtarsız əmizar. Bir dənə davam ediciliyi göstərən nəsə verməliyəm. Being verirsiniz. Düzdür bu. İndiki davam edicini fırlayanda əmzar being üstə gəl 3. Letter təkdədir, is olur. Cəmdə olsaydı are olardı. Yenə eyni şey. Bəs keçmiş davam edici olsaydı Əli was sending və ya filan kəslər were sending desəydi, yenə heç nə. Dəyişən sadəcə to be-nin forması olacaq. Was, were, being sent. Bunu yeməyin. Ayıncı varsa burada da being var. Yeməyin.
Later was olur. Later olsaydı were olsaydı. Bu kadar net. İndi arkadaşlar. Bəs modallarda nə baş verir? Ən asanı elə modallardır. Modal feillər can, could, may, might, should, must. Sadəcə modal feilimizin üstünə nə edirik? Bir gəlirik, sonra feilin üçüncü forması. Məsələn, burada desəydi Əli must send. Sən variantlarını axtaracaqdın. Yenə must be feilin üçüncü forması. Can olsaydı can. Should olsaydı should be sent. Heç də dəyişmir ki. Bunu dəyişdik. Gəl bir də ümumi baxaq. Hansı zamanda indi? Deməli, nə axtarım? Əmzar üstəgəl 3. Letter təkdə is, letter cəmdə ar. Yəni, məhsulun mübtədası təkdirsə is, cəmdirsə ar. Təkdirsə was, cəmdirsə were. Təkdirsə has, cəmdirsə have. Hansı zamanda keçmiş? Deməli, zamanlarımızı tanımaq lazımdır. Nə axtarım? Was, were üstəgəl 3. Təkə was verdim, cəmə were. Özüm 2 dənə yazmışım. Yəni, bunlar birinci cümləmizindir. Were ilə olanlar ikinci cümlənindir. Harada mübtəda xəbər uzlaşması varsa, orada 2 dənə vermişim. Gələcəkdir deyə nə axtarım? Will be üstəgəl 3. To be-ni yeməyin. To be-siz, yəni əmzar, was, were, be, been, bunlar olmadan zaman mümkün deyil. Məhsul mümkün deyil. Future simple in the past, yəni keçmişdə gələcək, deyirəm mən mənə. Onda would be. Is writing, am writing, are writing, indiki davam edəcək. Nə axtarsın? Əmzar, being üstəgəl 3. Was writing deyirsə, was were being üstəgəl 3. Yəni, baxın, buradakı was'un, yəni, ora təkdirsə, burada tək olmalıdır deyə bir şey yoxdur. Buranın mübtədası she olduğuna görə was vermişəm. Bunun da mübtədası letter tək olduğuna görə was vermişəm. Amma burada letter cəm olduğuna görə were vermişəm. Eyni şey digərlərində. Letter tək olduğuna görə is'dir. Cəm olduğuna görə art. Yəni, bunun məlumdakı cümlə ilə əlaqəsi yoxdur. Bunun mübtədası başqadır. Bununkilər başqadır. Malum-ala qatmayaq. Və bitmiş zaman. İndiki bitmiş. Məsələn, you olsa, has yox, have olacaq. Düzdür? Amma yenə də bitmiş zamandır da, qardaş. Variantdan nə axtarsa? Have been, has been. Mübtədası, məhsul mübtədası tək olduğuna görə has been. Cəm olduğuna görə have been. Və keçmiş bitmiş. Görsən, hansı zaman keçmiş bitmiş? Nə axtarsan? Had been üstəgəl 3. İstəyir sual, istəyir təsdiq, istəyir inkar. To be-nin formalarını yeməyin. Və zamanları şəxsə kəmiyyətə görə dəyişənlər verdim. Zamanımızı da göstərən nədir? To be-nin formaları. Şəxsə kəmiyyətə görə dəyişənlər əmzar, was, were, have, has. Təkə görürsünüz nə vermişik? Is, was, has. Cəmə də are, were, have. Yəni bunu biz mübtəda xəbər uzlaşmasında da nə eləmişik? Keçmişik. İndi bir dənə testlərə baxaq. Əslində video çəkmişdim də, imtahası nə oldu? Səsi gəlmədi. Məcburi yenidən çəkirəm. Sell, indiki zaman olduğuna görə əmzar axtarıram. Əmzar da bir dənə variantında var, söhbət bağlandı. Invite, indiki zaman olduğuna görə əmizar axtarıram. Olmayan variantlara çıxdım. Məlum mübtədası heç var, məhsulda mübtəda olmur. BC arasına qalıram. Məlumun mübtədası məhsulda ancaq tamamlıq ola bilər. Məlumun mübtədasında, məhsulda verəndə mütləq qabağında by vermək lazım. By olmadığına görə bu da səhvdir, qalıb B variantı. Picked, keçmiş olduğuna görə was, were axtarıram. Olmayan variantlara çıxıram. Berries cəmdə olduğuna görə was ilə yox, were ilə uzlaşır. İndiki bitmiş, present perfect. Zamanımızı tanıyaq. Present perfect, indiki bitmişdirsə have been, has been axtarıram. Yoxdur, yoxdur, yoxdur. Məlumun mübtədası, məhsul mübtədası ola bilməz. Qalır E variantı.
Bir dənə gələcək axtaraq. Ən çox indi keçmiş sadə ilə düşür. İndi keçmiş sadə ilə düşür. Will. Gələcəkdə will be axtaracam. E'də də will be'si yoxdur. Be üstəcək üçüncü formada yoxdur. Burada var. Cavabda D'dir. Y gəlmişkən qoy burada deyim bunu. Məlumun mübtədası ki 5-ci testdə baxın. Məlumun mübtədası məhsulda verəndə dedik tamlıq olur və qabağında by olmalıdır. Əgər bu şəxs əvəzi ilə verilirsə, məsələn, theydirsə burada them olacaq. I'dirsə me olacaq. He'dirsə him axtarasınız. She'dirsə her axtarasınız. We'dirsə məlum növdə as axtarasınız. Amma hamısının qabağında by olmalı, yaxşımı? İndiki və keçmiş davam ediciyə də baxaq. Bir dənə də modala baxaq və məsələni bağlayaq. Keçmiş bitmiş də var. Gəl ona da baxaq. Had sold. Deməli, nə axtaracam? Had been sold. Harda had been sold var. Bir dənə D variantında. Söhbət bağlandı. Gördünüz? İndiki davam edici axtaraq. Bir dənə də keçmiş davam edici. She is showing the documents. Yoxsa tanlıq budur deyə o gəlib mübtəda olub. Amma the policeman yox. Hər nəsə policeman dəsə o da tanlıqdır. Göstərir, dokumentdə kimə policeman olsun. Amma bizə nə lazımdır? Bizə nə lazımdır? Məlumun mübtədası, məhsul mübtədası ola bilməz. İndiki davam edicidir. Is var. İndiki olduğuna görə əmzarı axtarıram. Əmzar olmayan variantları çıxdım. Davam edici varsa mütləq bingi göstərməliyəm. Cavab A-dır. İndi bura baxaq. Məlumun mübtədası, məhsulun mübtədası olmur. Çıxdım. Was-dırsa keçmişdir. Was-were axtarıram. Var. Yoxdur. Davam edicidirsə bing göstərməliyəm. Cavab qalıb B. Bir dənə də neyniyək? Modal. Məlumun mübtədası, məhsulun mübtədası olmur. Çıxıram. Must-dırsa must axtarmalıyam. Burada yoxdur. Amma A ilə B-də var. İmtihası modaldan sonra to-be-ni verib, sonra feilin üçüncü forması göstərməliyəm. O da A-da yoxdur. Qalır B variantı. Bu qədər sadə. Belə. Hələlik. Sağ olun.